Yaxşısı budur da xoş gördük. Bizdə fəsildən asılı olmayaraq qida rasionumuza daha çox daxil etdiyimiz qırmızı ət haqqında araşdırma aparmışıq. Deyilənə görə xalq arasında qırmızı ət qan yaradır. Elə isə gəlin görək, onun düzgün seçim və istifadə qaydaları necə olmalıdır? Qırmızı ət növləri hansılardır? Onun orqanizmə faydaları nədir? Ətin hansı hissələrini xörəklərdə istifadə etmək lazımdır? Keyfiyyətli qırmızı ət necə seçilir? Dünya qırmızı əti niyə gözdən salır? Onun zərərli tərəfləri hansıdır? Uşaqların boyunun uzanması üçün qırmızı əti necə vermək lazımdır? Məşhur qonağımız ətdən hansı xörəyi bişirməyi sevir? Bütün bu suallara cavab az sonra yaxşısı budur da. Qırmızı ət zülallarla B12, B6 vitamini, sink və dəmirlə zəngindir. İnsanın gündəlik dəmiri olan ehtiyacı 10-19 mg-dır. Amma uzun müddət qırmızı ətlə yaxşı qidalanmayan insanlarda dəmir çatışmazlığı sindromu meydana gələ bilər. Qırmızı ət mal ətində, qoyun ətində, keçi ətində, at ətində və dəvə ətində vardır. Qırmızı ət əsasən əzələ kütləsinin artmasına, əzələ kütləsinin inkişafına, immun sisteminin yaxşılaşdırmasında və bir də ətin əhəmiyyəti iltihabın azalmasına da təsir göstərir. Biz dəmiri qırmızı ətdən ala bilərik və dəmir hemşəklində yenə deyirəm olduğu üçün daha yaxşı orqanizm tərəfindən mənimsənilir. Orqanizmdə dəmir azlığı olanda əzələlərin inkişafında da problem törənir. Yəni bu yüzdən də bir də qanda oksigenin daşınmasında mühüm rol oynayır. Bu da orqanizmin enerji ilə təmin olunmasının əsasıdır. Deyilənə görə qırmızı ətdə olan B12 vitamininin az qəbul olunması yaddaş pozğunluğu yaradır. Elə buna görə mütəxəssislər həftədə 2-3 dəfə qırmızı ətdən hazırlanmış qidanı yeməyi məsləhət görür. Qırmızı ət zehnə çox faydalıdır, çünki qırmızı ətin tərkibində olan vitaminlər, minerallar, zülalların olması zehnin daha da yaxşı olmasına təsir göstərir. Ümumiyyətlə əti böyüməkdə olan orqanizma həftə ərzində 2-3 dəfə tükətsə yaxşı olar. Ancaq 50 yaşdan yuxarı isə bu zaman həftə ərzində bir dəfə tükətməyi daha yaxşıdır. Yaşlı orqanizma isə 70 yaşdan yuxarı olduqda isə bu zaman yaxşı olar ki, ay ərzində 1-2 dəfə ətlər qidalansın. Ümumiyyətlə, insan orqanizmində hər kiloqramına görə 1 qram zülala ehtiyac var ki, bu da o demək deyil ki, 75 kilo çəkisi olan insan 250 qram ət yeməlidir gün ərzində. Xeyr, bu yanlışdır. Çünki 0,5 bitki mənşəli zülalların üzərinə düşür, 0,5 isə heyvan mənşəli zülalların üstünə düşür. 0,5 təkcə qırmızı ət məhsullarının üzərinə düşmür, toyuq da yeməliyik, balıq da yeməliyik, ağartı məhsulları da nəzərə alsaq, deməli, hər bir insan gün ərzində deyil, həftədə, yəni 2 dəfə olmaqla çəkisinə görə, məsələn, 75 qram ət və yaxud 100 qram ətdən istifadə eləyə bilər. Bugün bir çox xanımlar artıq çəkidən xilas olmaq üçün qırmızı ətdən imtina eləyir. Nəticədə isə yeni xəstəliklər qazanmağa nail olurlar. Buna görə hətta çəkisindən narazı olan insanlar belə ətdən tamamilə uzaq durmamalıdırlar. Qırmızı ət uşaqlarda gündəlik sutqalıq miqdarı təxminən 50-100 qramdır. Sonra, məsəl üçün, kişilərdə və qadınlarda fərqlənir. Məsəl üçün, qadınlarda 130-150 qram, kişilərdə isə 150-180 qrama kimi sutqalıq ət qəbul edə bilərik. Ancaq kişilərdə bəzən fiziki aktivlik yüksək olarsa, bu zaman 200 qramdan da çox ət yeyə bilərlər. Övladınızın bəstəboy olmasını istəmirsinizsə, ona qırmızı ət yedirməlisiniz. Amma yaxşı olar ki, onu qaynadılmış şəkildə verin. Çünki uşaqların mədə bağırsağı qızardılmış və ya az bişmiş əti rahat həzm edə bilmir. Bunu mütəxəssislər deyir. Burada bayaq dediyimiz kimi böyümə faktoru var ki, hansı ki, böyümə hormonları fəaliyyətə keçirir və uşağın boy artımında dəstəkçi olur. Uşaqlara və hamilə xanımlara da dölə faydası olduğu üçün, yəni döldə qan azlığı olmasın, gələcəkdə boy artımında heç bir problem olmasın. Yəni ona görə də onlar yeməlidirlər. Uşaqlar böyüməlidir, onların orqanizması inkişaf eləməlidir və burada somatotrapin adlanan, yəni böyümə hormonunun aktivləşməsinə, onun daha da yaxşı təsir göstərməsi üçün biz ətdən istifadə eləməliyik. Uşaqlar hətta böyümə fazasında olduğu üçün bu zaman onlar həftə ərzində 3-4 dəfə də qırmızı ət yeyə bilərlər.
Bu böyümə hormonu somatotrofin hormonunun tərkibində 191 amin turşusu qalığı var. Bu üzdən çox dəyərli bir hormondur və bu hormonu düzdür tək qırmızı ətlə başqa fiziki aktivliyi artırmaqla, aralıqlı oruc eləməklə də biz bu hormonu böyüklərdə artıra bilərik. Deyilənə görə dana əti ilə tez-tez qidalanan insanlar daha çox xolesterinin çoxluğu və ürək-damar xəstəliyindən əziyyət çəkirlər. Həmçinin ekspertlər qızardılmış ət yeməyi məsləhət görmür. Bu cür ət yemək kanserogen maddə deposudur deyə həm insanda əlavə çəki yaradır, həm də ağır xəstəliklərin yaranmasına yol açır. Başqa ətin hansı zərərləri ola bilər deyirsinizsə, diqqətlə baxın. Qırmızı ət məhsullarını ümumiyyətcə çox istifadə etmək də olmaz. Çünki çox istehlak olunan qırmızı ət məhsulları qanda amin turşularını artırır ki, bu da qaraciyərdə IGF-1 hormonunun ifrazına gətirib çıxardır. Hansı ki, insülinə bənzər böyümə faktoru deyilən bir hormondur. Bu, beyində böyümə hormonuna əmr eləyir ki, böyüyün, inkişaf edin və hüceyrələrə parçalanın. Amma nəzərə alsaq ki, yaşı 25-dən yuxarı olan insan artıq böyüməyə ehtiyacı yoxdur və bu zaman nə baş verir? IGF-1 hormonu beyinə siqnal ötürür ki, böyüyün, inkişaf edin və xərçəngə çevrilin. Ona görə də xərçəng xəstələrinə məsləhət görülmür və çox az miqdarda, yəni həftəlik rasiona salınmış miqdarda istehlak olunmalıdır. Eyni zamanda şəkərli diabetdən əziyyət çəkənlər, ürək-qan damar sistemindən əziyyət çəkənlər, nəzərə alsaq ki, ət yeyəndə amin turşuları qanda artır və müəyyən fəsadlar ki, ortaya çıxır. Ona görə də onlar biraz ətdən uzaq durmaları tövsiyə olunur. Zərərləri də odur ki, doymuş yağ turşuları olduğu üçün xolesterinin artmasına, burada pis xolesterinin, yəni LDL-in artmasına səbəb olur və bu da ürək-damar sistemi xəstəliklərinə, varikoz damar xəstəliyinə varikoz xəstəliyidir. Ondan sonra damar tıxanıqlığının yaranmasına və bu da miokard infarktının və insultin əmələ gəlməsinə də səbəb olur. Hətta doymuş yağlar demək bu zaman piyləməyə də səbəb olur. Zərərlərindən danışırıqsa, maraqlıdır. Görəsən dünyaca məşhur olan steak necə? Faydalıdır ya əksinə? Steyklər təbii ki, 28 gün olmaqla Himalay duzu ilə təchiz olunmuş soyuducularda 0 dərəcədə minimum 28 gündən 75-76 günə qədər dillendirilərək satışa çıxarılır. Və steykin təbii ki, burada qanı quruyur ətin. Və quru texnologiya deyirlər buna, dry edge texnologiyası. Bu günləri Azərbaycanda da baxanda görür ki, steakhouse-lar fəaliyyət göstərir, steak evləri və orada da steaklərin yeyilməsi məsləhətdir. Niyə? Çünki steakin bayaq dediyimiz kimi mioglobin tərkibli, eyni zamanda dry edge ətləri daha tez həzm olunur. Orada mioglobin səviyyəsi də daha çoxdur və düşünürəm ki, steak ətləri faydalıdır, nəinki onun heç bir zərərləri yoxdur. Gündəlik olaraq yeyilirsə, bu zaman qanda amin turşuları yüksəlir ki, bu da müxtəlif fəsadlara, ürək-qan damar problemləri ortaya çıxardır, xərçəng hüceyrələrinin çoxalmasını ortaya çıxardır və s. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Dünyada ən bahalı steak növü Wagyu texnologiyası ilə hazırlanmış mal ətidir. Bir porsiyasının qiyməti $2800 olan bu steykin ərsəyə gəlməsi üçün öküzlərə xüsusi qulluq olunur. Onlara xüsusi otlar yedirdirlər və pivə içirdirlər. Heyvanları mütəmadi olaraq masaj edirlər ki, onların əti zərif olsun. Nəticədə omega-3 yağları ilə zəngin bir məhsul alınır. Yaponiyada Wagyu ətlər var, hansı ki, kiloqramı $2000-dan $3000 qədər dəyişir. Bu ətlər 4 cins dana cinsinin birindən əldə olunan ətlərdəndir. Və bu Wagyu masajla və xüsusi musiqi sədaları altında, xüsusi otlarla bəslədilmiş, xüsusi qidalanmada olan heyvanlardır ki, bunların ətləri mərmər əti hesab olunur və dünyanın ən bahalı ətləridir. Dolma yumşaq alınsın, kotletiniz quru çıxmasın, kababınız isə daş kimi alınmasın deyə qırmızı əti alan zaman mütləq hissələrinə fikir verməlisiniz. Çünki xörəyinizin dadı məhz bundan asılıdır. Bozbaşdıq ət götürəndə, bozbaşdıq xörək üçün, malın bu antrikot hissəsindən, döş hissəsindən daha dadlı olur.
və yaxud bura qol altı boyun hissəsidir. Boyun hissəsindən kotlet də daha yaxşı olur və yaxud bozartmaya da daha yaxşı gedir. Boyun hissəsindən qol əti. Bu qol ətindən həm sozda bişirmək olar, kotlet də bişirmək olar, yumşaqlayıram. Amma bunun bu hissəsi var ki, bura şirəli dana deyilən yeri var, damarlı olur deyənə. Bundan qəşəng soğutma olur. Və yaxud bu bel ətidir. Bel ətindən həm bundan bozbaş olmur. Bundan olur bastırmalı olur, qızartmalı olur, tufofkaya qoymaq olur, kabablıq olur, yəni bilirsiniz. Bu but hissəsidir, malın but hissəsidir. Bunun burasında qırmızı tikə ət olur. Buradan langetli də çıxarmaq olur, fostifle deyilən yer var. Bundan langetli çıxarmaq olur. Çanaq hissəsi var, heyvanın çanaq hissəsi. Bu daha yumşaq olur, daha dadlı olur. Çünki burası heyvanın hündürdə olan yerə dəymir deyənə. Daha yumşaq olur. Bu da qolun orta hissəsidir, damarsız və yaxsız. Qolun damarsı yox. Bu hər bir ətə gedir. Kotletə də gedir, dolmaya da gedir. Yəni ki, bütün yeməklərə istifadə etmək olar. Qarşıdan isti havalar gəldiyinə görə üstünlüyü quzu ətinə çox tələbat çox olur. Ona görə quzu ətindən kabablı ətin hissələri də olur. Əsasən butdan qırmızı tikələrindən götürmək olur. Bel və yablıçıq arası. Antrikotla yablıçıq qabırğaları. O da kababa daha gözəl olur. Boyun hissəsindən, qol altı hissəsindən kabab olmur. O yaxsız olur və bərk olur deyənə. Heyvan əti qara oldu, almaq olmaz. Sarı ət oldu, almaq olmaz. O yüzden dana əti sayılmır. Bir inək əti, dana əti. Fərq bundadır. Sap-sarı olanda inək ət olur. Ətin rəngi çəhvəyi olduqda daha körpə və daha dadlı olur. Beləsinə bu rəydə olmalıdır. Buna baxsınlar. Ən önəmli şey ona üstünlük vermək lazımdır. Qıpqırmızı ət olduqda o heyvan yekə olmasından bildirir ki, diş vurmuş heyvandır. O diş vurmuş heyvan da ki, yəni yaşlı heyvandır. 3 yaş, 4 yaşlı heyvanlardır. Onun əti bərk olur. Pişəndə kəfi çox çıxır, iyi gəlir pişəndə. Bizim yerdə heyvanlarda elənsmə yağlı ət olmur. Belənsmə olur bizim heyvanlarımızın əti. O üstündən dəhşət yağ olanda o Rasiya heyvanlardır. O da bizim insanların ağız dadına uyğun olmadığına görə belənsmə ətləri almaqları daha məsləhətdir. Ət kəsilən kimi soyuducudan mühafizə olunmalıdır və soyuducudan kəsilib insanlara satılmalıdır. Nəinki havada asılan ət. Bu bir. İkinci, istehlakçılar ətin yaşlı olub-olmamasını oradan seçə bilərlər ki, yaşlı heyvanın əti təbii ki, pişəndə də bəlli olur ki, biraz gec pişir. Burası elədir. Bir də olayan yağ turşusu biraz çox olur. Yəni, ətin rəngində baxanda, piy toxumalarına baxanda sarı rəngi daha çox orada görmüş oluruq ki, yağ toxumalarında sarı rəng daha çox gözümüzə çarpır. Bundan əlavə yaxşı əti, yəni keyfiyyətli əti seçəndə ətin şirə salmamasına diqqət etməliyik. Yəni, əlimizlə toxunduğumuz zaman ətin şirə salmaması vacibdir. Eyni zamanda rəngini və qoxusunu da dəyişməməlidir. Əgər rəngi yaşımtıl və yaxud göy rəngə çalarlar varsa, deməli bu ət köhnə ət hesab oluna bilər. Və qoxusuna da baxanda hər hansısa bir qoxu dəyişikliyi, yəni xoşa gəlməz bir qoxu hiss eləyirsə istehlakçı, təbii ki, o ətdən uzaq durmalıdır. Dadlı xörəyimizin alınması üçün düzgün hissələrin seçilməsini bildiksə, keçək məşhur qonaq rubrikamıza. Bu dəfəki verilişimizin məşhur qonaq rubrikasında düşündük ki, ət haqqında təcrübəsi olan biri olmalıdır. Elə biz də məhz İlqar Sahilin evində qonağıq. Necəsiz İlqar mənim? Xoş gördüm sizi. Xoş günləriniz olsun. Əvvəla xoş gəlmisiniz. Təşəkkür Səfa edirəm. gətirmisiniz. Bağda həmişə qonaq olar. Siz də bugün görməyə çox şadam. Qarşılıqlıdır, çox xoş oldu. Bağınız da sizin özünüz kimi fərqlidir. Çox gözəl dizaynı var. Təşəkkür edirəm ki, bu günləri bizi qəbul etdiniz qonaq olaraq. Mövzumuz ətdir. Qırmızı ətin faydalarından danışırıq. Ətdü-mətdü nə söhbətdir də, belə deyirlər. Ətdən çox danışmaq olar. Həqiqətən çox gözəl nemətdir, xeyirli nemətdir, vacib nemətdir. Çünki bəziləri məsəl üçün hələ bilir ki, deyirlər ki, ət yeyəndə insan qocalar. Belə deyil. Yağlı ət yemə. Yox, yağlı ət yeməyə lazımdır. Niyə görə? Çünki belə bir həkimlər var, mütəxəssislər var, hansılar ki, deyirlər, deməli, ətin yağı ödü qovur. Ət alanda nəyə fikir verirsiniz? Nə sizin üçün daha önəmlidir? Bir də ümumiyyətlə bizim insanlarımız sevir də təzə kəsilən əti o dəqiqə alıb tez bazar bişirməyi. Bəs siz necə düşünürsünüz? Yox, mən onun tərəfdarı deyirəm. Çünki ət soyumalıdır, ət özünü tutmalıdır. Əti kəsəndə belə el arasında belədəki bir şokolad kimi kesilməlidir. Yoxsa isti ət
o Sürüşür adamın əlində. Sürüşür əlindən, sonra pişəndə biraz bərk olur. Ondan da savayı belədir ki, rahat olur da. Kabab pişirmək məsələ üçün rahat olur. Bir gün saxlamağa Bəli, daha mən çox xoşlayıram soğan. Soğanla həmişə belə deyirəm, bastırma edirəm. Çünki mən belə hesab edirəm ki, ətin gözəlliyi soğandır. Çox vaxt olur ki, görürsünüz, kabab üçün alırlar çox balaca quzu. 8 kilo, 9 kilo. Məsəl üçün düzdür, zövqlər müxtəlifdir və hər kəsin öz ağzının dadı var. Mən belə hesab edirəm ki, biraz quzu özün tutmalıdır. Bir 14, 15, 16 kilo. Belə baxanda bizim valideynlərimiz, ağsaqqallarımız qoş yiyiblər. Bəli, qoş yiyiblər. Özündəki bastırmayıblar, 3-4 gün saxlayıblar əti. 4 gün yox, 1-2-3 gün saxlayıblar. Sirkə də vururdular qabaqları. İndi çoxu kivi vurur. Kivi vuranda ət çürüyür, düzdür, yumuşaq olur. Amma kivi lazımdır. Soğan vuranda, saxlayanda əsas odur ki, duzunu vurmayasan. pişirənə. Üstündə vurasan. Niyə görə? Çünki duz özünə çəkir bu qanı, şirəsini. Ona görə də ət olur biraz bərk. Başlayaq bəlkə işə. Siz kömək eləyərsiniz mənə? Gözüm üstə sevə-sevə. Pomidordan bəlkə belə. Başlayaq. Siz mənə öyrədin, mən edeyim. Bacarmıram. Mən belə mütəxəssis deyiləm, amma ki... Amma təcrübəniz də var da. Belə peşəkar deyiləm, amma ki özüm içində belə. Həvəskar, əlbəttə ki. Əsas onu ki, nə edirsən elə, onu ürəkdən elə, istəyinə, sevgiyinə elə. Bəli. İstiya yaylarında, Bakını bağlarında. İndi də duz vurmaq vaxtı gəldi. Duzu da üstündə vururam niyə görə? Yenə də qeyd edirəm ki, duzu vuranda, bastırmada Öncədən vurmaq düzgün qurudur. deyil. Yox, elə şişin üstündə yaxşıdır. Salxım şanılar, Bakı sevindir ya. İndi ürəyi pişirdirik. Bəli, dananın ürəyidir. Düzdür, quzunun ürəyin pişirəndə orada deməli ağciyər də var, qaraciyər də var, düzdür, ürək də var. O başqa cür olur. Bu dəfə dana. Bir də mən quyruğu başqa cürə də pişirirəm. Deməli, duzlayıram, istiyot vururam, sonra unda qatıram onu ona pişirirəm, qəşəng alınır olur. Nuş olsun, hamınıza nuş olsun, hey. Xoş olsun, əhvalınız xoş olsun, hey. Mən arzu edirəm ki, hamının süfrəsi bol olsun, bərəkətli olsun, ruzulu olsun və hamıya nuş olsun. Çünki həqiqətən gözəl bir əhvalla, ruhiyyələ nəsə pişirəndə, onu qidanı qəbul edəndə insana, belə deyim də, xeyirli olur. Xeyirli olur, nuş olur. Amma görürsən ki, əsəbi olanda, nəsə çörək yedin, heç başa düşmədin, nə yedin, nə yemədin, əsəbləşdirmir, belə insan heç faydası olmur yeməyin. Bu qabırğa da qalıb, bunları indi istifadə, hər şey belə deyərdim də, kababda istifadə eləmək olur. Xoşlayanlar var mı? Onun da pərəstişkarları var, semiçka deyirlər. Mən insan tanıyıram ki, elə oturum bunu yavaş, az qalır sümüyün deyilsin. Başlayaq bişirməyə. Elə pomidoru sürüyoruz biz, bir dənə zəhmət olmasın. Mənim elə bircə zəhmətim bu pomidor oldu. Çox əziyyət çəkdim abi. Yox, niyə? Bayaqdan kömürün səsi gəlmirdi. Bir balaca eləyən kimi. Etnoloji söhbət eləməyə başladılar. Eşidirsiniz? Ye iç gül oyna, hayatta her an. Dünyaya bir dəfə bir gəlib insan. Varlıq əfsanədir, çox ona biganədir. İnsana lazımdır canın sağlığı. Varlıq əfsanədir. Necə dadlıdır, necə gözəl. Nuş olsun, çox sağ olun. Bəyəndim. Deyirəm, mən də bir dadına baxın bu ürəyin. Baxın. Yaxşıdır. Çox. Düz üstə 30 yerindədir. Çox gözəldir. İnsana lazımdır canın sağlığı. Qida mütəxəssisləri hazır qiyma almağı və ya dondurulmuş ətdən istifadəni qadağan edir. Çünki Bilmirik ki, marketlərdə işıqlar sönüb, donmuş ət buzu açılıb, yenidən donubmu, donmuyum. Yəni, bunlar hamısı sual altındadır. Farş məsələsinə gəlincə, ümumiyyətlə, farşın içinə nələr daxildir, nələr vurulub, orada toyuq dərisindən və yaxud istifadə olunub, olunmuyub. Yəni, bunlar da sual altındadır. Ona görə də biz istehlakçılara hər zaman mütəxəssis olaraq tövsiyə edirik ki, öz gözünüzün qabağında ət maşınından çəkilən ətləri alın və yaxud da ki, ətin yumuşaq yerindən alıb evdə onu özünüz farş halına çevirin.
biz təzə əti alıb o saat bişirməli deyilik. Yəni təzə əti alandan sonra onun yetişməsini gözləmək daha yaxşı olardı. Bu nə deməkdir? Demək, əti yetişdirmək 0-4 dərəcə temperaturda və 3-48 saat müddətində biz əti saxlayırıq və bu ət yetişməyə başlayır. Ət yetişməsi nə deməkdir? Bunun ətdə demək bir çox kimyəvi proseslər getməyə başlayır. İlk kəsilən ətdə, belə deyək, təzə ətdə ətin mühiti normal mühit olur, pH-ı. Yəni 7-yə bərabər olur pH-ı. Və bir də bir balaca qələvi mühit olur. Yəni 7,2 də ola bilər. Ancaq biz onu yetişdirdikdə bu zaman qələvi mühit dəyişərək turş mühitə dəyişir. Bunun belə deyək, ziyanı nədir? Qələvi mühit patogen mikroorqanizmlərin ətə daxil olmasına imkan yaradır. Ancaq turş mühit yaranarsa, bu zaman patogen mikroorqanizmlər ətə daxil ola bilmir və bu turş mühit əmələ gəlməsi mütləq lazımdır. Qırmızı ətin yaxşı həzm olunması üçün C vitaminli məhsullarla, yəni qatıq, göyərti və hətta tərəvəzlərlə hazırlanmış salatlarla yeyilməsi daha da məsləhətlidir. Ümumiyyətlə, ət məhsullarının yanında yeyilən kartof qızartması və yaxud tərəvət qızartması, burada qızartmalardan söz mövzusudursa, bütün növ karbohidratlar qızaranda akrilamid əmələ gətirir. Yəni, tərkibində xərçəng hüceyrəsi çoxalır. Və nəzərə alsaq ki, ət də qızarmışdı və bu da xərçəng hüceyrəsi, 2 cür xərçəng hüceyrəsi əmələ gəlir və bu zaman mədə xərçəngi, mədə xorası, mədədə eroziyaların əmələ gəlməsi, həzm sistemində şişkinlik, həzm pozuntusu, mədə yanğısı kimi problemləri ortaya qoyacaq. Yağlı ətləri yaxşı olar ki, çiğ tərəvəzlərlə yemək, yağsız ətləri isə bişmiş tərəvəzlərlə yemək məsləhətdir. Və bir də xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını almaq üçün yaşıl tərəvəzlərlə daha yaxşı olar ki, məsəl üçün biz əti yeyək. Kartofla yedikdə bu artıq karbohidratın artması həzmsizliyə səbəb olur, mədədə diskomforta səbəb olur. Bu yüzdən məsləhət deyilir. Bugün dünyada qırmızı ətə qarşı müharibə elan edilib. Çünki Süni ətin istehsalına başlayıblar. Bu süni ətdə bilirik ki, qatqılardan ibarətdir. Hələ ki, onun zərərli və faydalı təsirləri tam aydınlaşmamışdır. Və bir də ətin istehsalının azalması hal-hazırda atmosferin çirklənməsi baxımından onun azalmasına doğru yönəlilir bütün tədbirlər. Bu da nə ilə əlaqədardır? Atmosferdə metan qazının artması ilə əlaqədardır. Belə ki, ot yeyən heyvanlar qidalanan zaman onlarda həzm prosesində gəyirmə prosesi gedir və gəyirdikdə onlarda daha çox metan qazı, 95% metan qazı hasil olur. 5% isə metan qazı bağırsaqlar vasitəsilə xaric olur və bu da atmosferdə istiləşməyə səbəb olur və qlobal istiləşmənin 30% təxminən səbəbi də malqaranın artmasıdır. son elmi araşdırmalara görə qırmızı ətin həddindən artıq istehlakı zamanı bağırsaq, mədə xərçəngi riski yaranır. Xüsusilə işlənmiş ət növləri daha çox bura aiddir. Ümumiyyətlə, delikates kimi istifadə olunmalıdır kalbasalar. Yəni, işləmiş ət məhsulları, kalbasalar olsun, hissə verilmiş ət olsun və s. fərq etməz. Yəni, bunlar delikates kimi istifadə olunsa, heç bir ziyanı yoxdur. Amma həddindən artıq, yəni, deyirləri bir buxanka çörəyin arasında yedik. Yəni, bu olmaz. Yəni, bu zaman burada müxtəlif qatqı maddələri var, rəngləndirici, dadlandırıcı və s. Ki, hansı ki, Y621 var, o zulanla reaksiyaya girəndə nitrozaminləri ortaya qoyur. Və bu nitrozaminlər də təbii ki, xərçəng hüceyrələrinin inkişafında dəstəkçidir və insan orqanizmi içində fəsadları var. Nə zaman? Çox istehlak olunduğu zaman. Yaxşı olar ki, yağdan istifadə olunmasın, biraz qaynar su töküb, həmən o servalatı və yaxud sucuğu azca qaynar suda pörtlədib üstünə yumurtanı vursalar, ətin öz yağında bişən yumurta və sucuq daha ləzzətli olacaq. Sənaye üsulu ilə, belə deyək, emal olunmuş ətlər, yəni bunlar kalbasa, sosiska, veçina, ət konservləri, bunlar kanserogen maddələrlə zəngin olduğu üçün bunların tərkibində daha çox nələr olur? Qoxulandırıcı maddələr, sonra rəngləndirici kimyəvi maddələr, dadlandırıcı kimyəvi maddələr. Bunlar olduğuna görə bu yüzdən ziyandır. Və ilk növbədə də xərçəngin ən əsas səbəbi elə
belə ət məhsullarından istifadə etməkdir. Bütün hamısına təsir göstərir. Piyələnməyə də təsir göstərir. Şəkərli diabet, ikinci tip əsas şəkərli diabetə təsir göstərir. Ürək damar sistemi xəstəliklərinə təsir, qaraciyərin piyələnməsinə təsir göstərir. Mədə-bağırsaq sistemində həzmsizlik yaradır, yəni bunlara təsir göstərir. Son olaraq qeyd edim ki, qırmızı ətin tərkibində lif yoxdur. Buna görə də çox ət yeyən insanlarda qəbizlik halları olur. Həmçinin şəkərə və təzyiq xəstəliyinə tutulma riski də çoxdur. Daha bir yaxşısı budurun sonuna gəldik. Belə qənaətə gəldim ki, qırmızı əti qədərində istifadə etsəz faydasını görəcəksiniz. Amma həddi aşsaz əksi olacaq. Gələn həftə yenidən evinizin qonağı olmaq diləyi ilə. Hələlik.